Salam, hər vaxtınız xeyir olsun. Bu günlər sizinlə ABC Akademiyanın yeni sınaq toplusundan 9-cu sınavın sualları ilə tanış olacağıq. Başlayaq ilk sualdan. Deyir, dalğa halında olan qıcıqların təsirindən əmələ gələn impulslar baş beyin yarımkürələrinin hansı şöbəsində analiz edilir? Dalğa halında qəbul edilən qıcıqlar deyərkən burada işıq və səs qıcıqları nəzərdə tutulur. İşıq qıcıqları ənsə, səs qıcıqları isə gicgah şöbəsində analiz edilir. O zaman cavab 1 və 4 olacaq, yəni E bəndə uyğun cavab olacaq. İkinci sualda. Cədvələ hissəsinin x plus y ifadəsinin qiymətini tapın. Atın diploid xromosom dəsti 64-dür. Yəni atda 2-nin qiyməti 64-ə bərabərdir. Somatik hüceyrəsində. Somatik hüceyrəsinin bir növbəsindəki cinsiyyət xromosomlarının sayısı x-dir. Somatik hüceyrələr diploid xromosom yığımına malikdir və orada olan cinsiyyət xromosomlarının sayı 2-yə bərabər olacaq. Qametindəki autozom xromosomlarının sayı neçə olar? Qamet haploid xromosom yığımıdır. Yəni diploidi əgər 2-ni 64-dürsə, haploidi N-in qiyməti buradan çıxır ki, 32-yə bərabərdir. Və hər bir haploid yığımında da bir dənə cinsiyyət xromosom olur. Yerdə qalan xromosomlar isə autozom xromosomların payına düşür. Əgər haploid yığım 32-dirsə, mən 32-dən 1 çıxaram. Yəni 1 burada cinsiyyət xromosomunun sayıdır. Qalır 31. 31 də autozom xromosomların sayıdır. Demək, x-in qiyməti 2-dir, y-in qiyməti isə 31-dir. Bunun cəmi soruşur. Cəm necə olacaq? 31-in üzərinə 2-ni gələndə eləyir 33. Cəm 33-ə bərabər olacaq ki, bu da B bəndində verilmişdir. Baxaq 3-cü suala. Ana bətində olan 3 əkizin əmələ gəlməsində cəmi 4 qamet iştirak etmişdir. Ki, bunlardan biri Y cinsi xromosomuna malikdir. Verilənlərə əsasən hansı ifadələr doğrudur? Demək, 3 dənə əkizdir, 4 qamet iştirak edibsə, demək, burada əkizlərin ikisi eyni yumurta əkizdir. Bir dənə əkizsə, bu eyni yumurta əkizlərinə görə müxtəlif yumurta əkizdir. Belə yazaq da, demək, 3 dənə əkiz var, bunlardan ikisi eyni yumurta əkizdir. Bir dənə də müxtəlif yumurta əkizi var. Bu əkizlər iki ciftin daxilində ola bilər. Bəli, bu 2 eyni yumurta əkizli bir cift daxilindədir, müxtəlif yumurta əkizli bir cift daxilindədir. Bu doğru olacaq. Sonra növbəti. Bu əkizlərin ikisi oğlan ola bilər. Demək, xromosomlardan biri Y-dir. Y burada da bir ədəd istifadə oluna bilər, burada da bir ədəd istifadə oluna bilər, yəni qamet olaraq. Ona görə bəli, ola bilər. Ola bilər deyir, bəli, ola bilər, uyğundur. Demək, 1 də uyğun oldu, 2 də uyğundur. 2-yə də plus qoyaq. 3-də deyir ki, bu əkizlərin hər birinin qan qrupu müxtəlif ola bilər. Xeyr, qan qrupu hər birində müxtəlif ola bilməz. Çünki eyni yumurta əkizlərinin genotipi eyni olduqlarına görə bunların qan qrupları eyni olacaqdır. 3-cü ifadə yanlışdır. 4-də deyir ki, əkizlərin ikisi qız ola bilər. Bəli, əkizlərin ikisi qız ola bilər. O halda ki, müxtəlif yumurta əkizi oğlan olsun, bu ikisi isə qız olsun. Ola bilər. Bu halda mümkündür. 5-də deyir ki, əkizlərin cəmi 2 göbək ciyəsi olacaq. Bu yanlışdır. Çünki hər bir uşağın özünün göbək ciyəsi olacaq. Hər bir dölün özünün göbək ciyəsi olacaq. Fərqi yoxdur, bu eyni yumurta əkizidir, bu müxtəlif yumurta əkizidir və yaxud da ki, mel əkiz deyil. Ona görə də göbək ciyəsinin sayı, yəni əkizliyə bağlı olaraq dəyişmir. 5-ci yanlışdır. O zaman 1, 2 və 4 doğru oldu ki, bu da A bəndindən verilmişdir. Baxaq. 4-cü suala. Hansı geoloji dövrdən başlayaraq litosferdə 3 aləmin nümayəndəsinə rast gəlinir? Litosferdə, yəni quruda 3 aləmin nümayəndəsi hansı aləmdən başlayaraq rast gəlinir? Xatırlayaq, proterozoida deməli bakteriyalar quruya çıxdı. Quruya bakteriyalar çıxdı. Ordovikdə göbələk və bitkilər quruya çıxdı. Silurda isə heyvanlar quruya çıxır. Göbələk və bitkilər. Demək, bizə də 3 aləm lazımdır. Deyir ki, 3 aləmin nümayəndəsinə rast gəlinir. Elə burada da ordovikdə deməli 3 aləmin nümayəndəsinə artıq quruda rast olunacaq. Bu da A bəndində verilmişdir. Sonra 5-ci suala keçək. 5-ci sualda görək nə deyir? Fotosintez prosesinin gedişinə təsir edən xarici amillərə aiddir. Xarici amillər nədir? Yəni bitkinin özünə bağlı olan amillərdir, ətraf mühit amillərdir. Xlorofilin miqdarı bu bitkinin özünə bağlı olan amildir.
Bu deyil. Ağızcığın sayı həmçinin, fermentin miqdarı həmçinin, yarpaq səthinin sayısı, fotosintezə gedən səthinin sayısı bu həmçinin. Amma karbon qazının miqdarı bu ətraf mühit amilidir, yəni xarici amildir. 6-cı suala baxaq. Refleks qövsünün 3-cü hissəsində maksimum neçə növ neyronun dendriti iştirak edir? 3-cü hissə hansı hissədir? Mərkəz hissədir. Mərkəzdə nə iştirak edə bilər? Əgər refleks mürəkkəb refleksdirsə, yəni orada ara neyron iştirak edirsə, ara neyron dendritini götürəcəyik. Dendrit. Həmçinin də orada hərəki neyronun dendritini götürəcəyik. Hərəki neyron dendriti. Əgər refleks sadə refleks qövsüdürsə, o zaman ara neyron olmayacaq, sadəcə hərəki neyronun dendriti olacaq. Amma bizdən maksimumu soruşur. Maksimum dediyinə görə biz yəni refleksi mürəkkəb refleksi olaraq nəzərə alırıq. Həm ara neyronun, həm də hərəki neyronun dendritini götürürük. Hissi neyronda dendriti yəni iştirak etmir. Bu mərkəzdə olmur. Ümumiyyətlə istər sadə refleks olsun, istər mürəkkəb refleks olsun. Ona görə burada biz maksimum dediyinə görə 2 cavab götürürük. Yəni hissi, üzr istəyirəm, hərəki və ara neyron dendriti. 2 cavabı da B bəndində verilmişdir. Keçək 7-ci suala. 7-ci sualda nə deyir? Zülal molekulunun translasiyası zamanı 60 molekul su ayrılmışdır. Aha, translasiyada əgər 60 molekul su ayrılıbsa, o zaman amin turşularının sayı 61-ə bərabərdir. Çünki suyun sayı amin turşularının sayından bir əskiyidir. Əgər su 60-dırsa, deməli 61 dənə amin turşusu var. Bu zülalı kodlaşdıran hissənin transkripsiyasında neçə qram su ayrıldığını hesablayın. Aha, transkripsiya harada gedirdi? DNT-nin məlumat RNT-si arasında. Bizə bəlli olan 61 rəqəmi amin turşularının sayıdır. Amin turşularının sayı 61-dirsə, deməli tripletlər də 61 dənədir. Və hər triplet 3 nükleotiddən ibarət olduğuna görə deyəcək ki, DNT-nin üzərində 183 dənə nükleotid bu zülal haqqında olan məlumatı kodlaşdırıb. Əgər 183 dənə nükleotid varsa, həmin hissədə o zaman ayrılan suyun sayı transkripsiyada 183/1 olacaq. Yəni, hər nükleotidin arasından bir su molekulu ayrılacaq və buradan da ona görə götürürük ki, nükleotidlərin sayından bir əskik sayda su ayrılır. Bu da edir 182 molekul su. Aha, 182 molekul su bəs neçə qramdır? İndi mən bunu qrama çevirməliyəm. O zaman 182-ni vuracam 1 mol suyun kütləsinə, yəni 18 qrama. Bu da edir 3276 rəqəmi. 3276, yəni sonu demək 2 ilə qutaran, 6 ilə qutaran rəqəm olmalıdır. 3276 uyğun rəqəmdir. Sonra 8-ci suala baxaq. 8-də nə deyir bizə? 8-də deyir ki, insanın nazik bağırsağında, qaraciyərində və öd hissəsində parazitlik edir. Bu liambliyadır. Liambliya hər üç orqanda parazitlik edə bilir. 9-cu suala baxaq. 9-cu sualda görək nə deyir? 9-da deyir ki, bizə demək, neştərçi haqqında hansı fikirlər doğrudur? Baxaq, neştərçi haqqında doğru olan qarın qan damarında venoz qan olur. Bəli, doğrudur bu. Qarın qan damarında venoz qan olur. Ayrı cinsli heyvandır. Doğrudur. İnkişafı düznədir. Xeyr, dolay inkişaf edir. Mayalanması daxilidir. Xeyr, mayalanması demək xaricdədir, yəni suda gedir. Bel, quyruq və qarın üzgəci var. Xeyr, burada bel, quyruq yox. Bel, quyruq, qarın yox. Bel, quyruq və quyruqaltı üzgəc var idi onlarda. Bu da yanlışdır. Demək ki, hansı doğru oldu? Sadəcə birinci və ikinci doğru oldu. Bu da D bəndində verilmişdir. Baxaq 10-cu suala. Hansı bitkinin cinsi nəsli vegetativ orqana malikdir? Baxaq. Demək ki, elçək qıcının cinsi nəsli nədir? Protaldır. Protal tallum, yəni tallum şəklindədir. Orada heç bir orqan yoxdur. Sonra plaun həmçinin elə. Sonra laminariyada, ümumiyyətlə laminariyada yəni yosundur. Yosunlarda vegetativ generativ orqanlar olmur. İstər cinsi nəsli olsun, istər qeyri-cinsi nəsli olsun. Bu da cavab olaraq çıxdı. Çinko ali toxumlu bitkilərdir. Ali toxumlu bitkilərdə cinsi nəsil ümumiyyətlə reduksiya uğramış şəkildədir. Yəni orada vegetativ orqan olmayacaq. Onun cinsi nəsli nədir? Tozcuqdur, bir də yumurtacıqdır. Ona görə bu uyğun cavab deyil. Quş mamrında cinsi nəsil, yetkin bitkidir. Yetkin bitki isə gövdə və yarpağa malikdir. Ona görə də burada cavab elə C bəndidir. 11-ci sualda.
Şəkilə əsasən ox istiqamətinə baş verən prosesləri seçin. Burada atın təkamülü göstərilmişdir. Deyir, ətrafların sayı azalır. Xeyr, ətrafların sayı azalmışdır. Demək, ətrafların sayı azalmayıb. Burada sadəcə barmaqların sayı azalır. Bu yanlışdır. Qaçma sürəti artır. Bəli, qaçma sürəti artır. Doğrudur. Onurğa möhkəmlənir. Doğrudur. Demək, qabarıq dişlər qırışlı dişlərlə əvəz olunur. Bəli, çünki yemin tərkibi dəyişdi. Artıq demək, qaba yemlənməyə başlamışdı. Ona görə də, yəni qaba cod yemlənmə nəticəsində qırışlı dişlərlə əvəz olundu onun dişləri. 2, 3, 4 uyğun cavabdır. 2, 3, 4 də deməli 11-də E bəndində verilmişdir. Baxaq növbəti suala. 12-ci suala. Erkək arı, ana arı və işçi arıların hər birinin 3 somatik hüceyrəsi götürülmüşdür. Demək, 3 somatik hüceyrə götürülüb hərəsindən və bu hüceyrələrdən xromosomların cəmi N olarsa, autosom xromosomların cəmi neçə olur? Aha. Erkək arı, hansı ki bunun xromosom yığımı N-dir. Ana arı 2N və işçi arı 2N götürülmüşdür. Və onların hərəsinin 3 hüceyrəsi götürülmüşdür. O zaman necə olacaq hüceyrələrdə xromosom yığımı? 3N bu olacaq. 6N demək, ana arı olacaq. 6N də deməli işçi arı olacaq. 6N. Hərəsindən belə desəm ki, 3 götürüləndə 6N olacaq. Bunların xromosomlarının cəmi, ümumiyyətlə olan xromosomların cəmi N-ə bərabərdir. Yəni 3N toplam 6N, o da toplam demək 6N 15N bərabərdir N-ə. 15N-i N-ə bərabər eləyibdir. N-ə bərabərdir. Aha. İndi burada biz nəyə baxaq? Burada bizdən soruşur ki, autosom xromosomların cəmi neçə olur? Erkək arı haploid xromosom yığımına malikdir. Onun hər hüceyrəsində bir dənə cinsiyyət xromosom var. Qalan xromosomlar isə autosom xromosomlardır. Yəni, indi bir hüceyrəsində bir dənə xromosom sayından bir dənə əskik sayda autosom xromosom varsa, 3 dənə hüceyrəsində bu rəqəm 3-ə bərabər olacaq. Yenə, ana arıda diploid xromosom yığımıdır. Diploid xromosom yığımında autosom xromosom sayı hüceyrədəki xromosom sayından 2 əskik olur. İndi 3 hüceyrə olduğuna görə 3 dənə hüceyrənin hərəsində 2 əskik minus 6 olacaq. İşçi arıda da həmçinin diploid xromosom yığımıdır. Hüceyrədəki autosom xromosom sayı diploid yığımından 2 əskik olacaq. 3 hüceyrə olduğuna görə indi yenə də 6 əskik. Və toplamda neçə dənə əskik sayda, ümumi xromosom yığımından neçə dənə əskik sayda oldu? Demək, autosom xromosomların sayı 3, 6 və 6. 3, 6, 6, bu deyilir 15. 15. Və N-15 kimi biz bunu yaza bilərik. N-15, yəni ümumi xromosom sayını N-lə işarə eləmişdik. N-dən 15-ə çıxırıq, yerdə qalan xromosomların sayı autosom xromosomların sayına bərabərdir. Bu da E bəndində verilmişdir. 12-də E bəndi. Sonra 13-ə baxaq. Bir fərdinin üzərində bir növ cinsi hüceyrə əmələ gəlir. Yəni, ya erkək cinsi hüceyrə əmələ gəlir, ya da dişi cinsi hüceyrə əmələ gəlir. Bu da hansıdır? Bu da, demək, ayrı cinsiyyətli heyvan olmalıdır. Biz xatırlayaq ki, yastı qurdlar, qaraciyəz surucusu, öküz soliteri, exnikok, bunlar yastı qurdlar tipinə aid idi. Və yastı qurdlar tipində, yəni ayrı cinsiyyətlik hələ yaranmamışdı. Onlar hermafrodit heyvanlar idi. Amma ankilostoma sapqurdlar tipinə aiddir və sapqurdlar tipində ayrı cinsiyyətlik yaranmışdır. Ona görə cavab C bəndi olacaq. Yəni ankilostomanın erkəkləri erkək cinsi hüceyrə, dişiləri isə dişi cinsi hüceyrə daşıyacaq.
Aha, davam edək 14-cü sualla. Eşitmə analizatorunun ilk hissəsi yerləşir. Analizatorun ilk hissəsi haradır? Reseptor sahə. Eşitmədə reseptorlar harada yerləşir? İlbiz üzərində. Deməli, eşitmə analizatorunun ilk hissəsi ilbizdə yerləşir. Sonra 15-ci suala baxaq. Heyvanların ən cavan sinifinin nümayəndələri üçün xarakterik deyil. Heyvanların ən cavan sinifi hansı sinifdir? Quşlar sinifidir. Quşlar üçün xarakterik olmayan cavabı bizdən soruşur. Baxaq. Qırışlı qabıqla örtülmüş beyin yarımkürələri. Xeyr. Yanlışdır bu. Uyğun deyil daha doğrusu. Vəzli əzələli şöbələrə ayrılan mədə. Bəli, uyğundur. Demək 2 uyğundur. Qalı halında olan 3-cü göz qapağı. Quşlarda 3-cü göz qapağı qalı halında deyil. 4-cü. Çiyin qurşağında 6 ədəd sümük. Bəli, kürək, körpücük, qarğa sümükləri uyğundur. 4-cü uyğundur. Götürürük. 5-ə baxaq. Sol yumurtalığın olması, bəli, sağ yumurtalıq reduksiya uğrayıb, sol yumurtalıq uyğundur. 6-ya baxaq, əzələli diafraqma, xeyr, bu quşlara aid deyil. O zaman 2, 4, 5 və bu hansı cavabdır? Demək, üzr istəyirəm, bizdən aid olmayanları soruşur. Demək, aid olmayanlar hansı oldu? 1 oldu, 3 oldu, 6 oldu. 1, 3, 6, bu da A bəndində verilmişdir. 16-cı. Hansı qarşılıqlı münasibət formaları sadəcə bir tərəf üçün zərərlidir? Mutualizm. Mutualizm də hər iki tərəf üçün faydalıdır, götürmürük. Komensalizm birinə faydalıdır, digəri üçün əhəmiyyəti yoxdur. Amensalizm birinə zərərlidir, digəri üçün əhəmiyyəti yoxdur. Yəni 5-i götürürük. Sonra parasitizm birinə faydalıdır, digərinə isə zərərlidir. İkini də götürürük. Rəqabət hər ikisini zəiflədir. Rəqabət edən hər iki tərəf üçün zərərlidir. Neytralizm isə, yəni onlar ümumiyyətlə neytral münasibətlərdir. Nə heç bir fayda götürmürlər, nə də heç bir zərər görmürlər. O zaman 2 ilə 5-i götürürük. 16-da B bəndi uyğun cavab olacaq. Sonra baxaq 17-ci suala. Tozlanmasına biotik və abiotik amillər iştirak etmir. Tozlanmasına biotik amillər iştirak etmir. Burada baxaq, demək, öz-özünə tozlanan bitkiləri götürməliyik. Demək, biz nə həşəratlarla tozlanmırlar, nə küləklə tozlanmırlar, nə su iştirak eləmir, nə digər heyvanlar, mollyusklar, nə bilim, quşlar, məməlilər. Yəni, bunlar heç birisi iştirak etmir. Biz burada o zaman çarpaz tozlanan bitkiləri yox, sırf öz-özünə tozlanan bitkiləri götürməliyik ki, bu da B bəndində verilmişdir. Yəni, bunların ancaq özlərini tozlandıra bilirlər. B bəndi o zaman uyğun cavabdır. Keçək 18-ci suala baxaq. Canlı orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar maddələr dövranı və enerji çevrilmələri öyrənilən səviyyədir. Bu da söhbət biosfer səviyyəsindən gedir. Yəni, biosfer səviyyəsində canlı orqanizmlərdə maddələr və enerji mübadiləsi öyrənilir. Verilmiş cədvələ əsasən aşağıdakı ifadələrdən hansı doğrudur? Yetkin insanın bədən boşluqlarına yerləşən daxili sekresiya vəzlərinin sayı M ilə işarə olunmuşdur. Hansı vəzlərdir bədən boşluğuna yerləşən? Hipofiz, epifiz, sonra timus və 2 ədəddə böyrəküstü vəzlər. Demək, həmçinin onu da deyək ki, bir qalxana bənzər vəzər, 4 ədəddə qalxana bənzər ətraf vəzlər, bunlar bədən boşluğunda yerləşən vəzlər deyilər. Biz ona görə burada 5 dənə vəz yazdıq. İndi M-in qiyməti 5-ə bərabər olur. Bəs köpək dişlərinin sayı yetkin insanda neçə dənədir? 4 dənə. O zaman biz M ilə N-in arasında əlaqəni necə qura bilərik? N-i tapmaq üçün M-dən 1 çıxmalıyıq. Bu da E bəndində verilmişdir. Sonra, demək, 20-ci suala baxaq. 20-ci sualda bizə deyir ki, meteorin, demək, boşluqlar var. Biz boşluqlara uyğun sözləri yazmalıyıq. Görək nə deyir? Meteorin bitki olaraq çitayka, demək, çitayka nə idi orada? Ata bitki idi meteorinin, yəni apardığı hibridləşmədə, demək, ata bitki olaraq götürmüşdüm çitaykanı. Amma belfireri, sarı belfireri, bunu ana bitki olaraq götürmüşdü. Yəni 4-1 ardıcılığı ilə davam edirik. Sonra nədir? Bitki olaraq sarı belfirerdən istifadə etmişdir. Sarı belfirer nəyindən? Bəlkə sarı belfirer bu ikisini çıxanda yerdə nə qalır? Demək, bəli, sortundan istifadə etmişdir. Sonra belfirer çitayka sortunu almışdır. Nə sortunu almışdır?
alma sortunu almışdır. Alma sortunu almışdır və uyğun gələn əsas sözlər 4, deməli 4, 5, 1, 2. 4, 5 göstərim 4, 1, 5, 2. 4, 1, 5, 2 D bəndi uyğun cavabdır. Sonra 21-ci suala baxaq. İnsanın onurğa sütunu bilavasitə neçə ətraf sümüyü ilə birləşir? Onurğa sütunu ətraf sümüyü ilə birləşir. Ətrafların sümüyü ümumiyyətlə gövdəyə hardan birləşir? Bir yuxarı ətraf birləşir döş hissəsi ilə, yəni döş sümüyü ilə daha doğrusu. Körpücük sümükləri, yuxarı ətrafın qurşaq hissəsinə aid olan körpücük sümükləri gəlir döş sümüyü ilə birləşir. Həm də aşağı ətrafda da birləşmə vardır. Gövdəyə necə birləşir aşağı ətraflar? Qurşaq hissəsində olan 2 ədəd çanaq sümüyü vasitəsilə birləşir oma sümüyü ilə. Demək, burada nə deyir indi bizə? Onurğa sütununa bilavasitə neçə ətraf sümüyü ilə birləşir? Onurğa sütunu dedik, oma sümüyü vasitəsilə 2 ədəd çanaq sümüyü ilə birləşir. Yəni burada C bəndi uyğun cavabdır. İnsan ən qədər tənəffüs aktı icra edərsə, xaric etdiyi karbon qazı miqdarı hansı ifadə ilə verilir? Tənəffüs aktları. Bir tənəffüs hərəkətində 2 dənə akt var. Nəfəs alma, nəfəs vermə. Ən qədər tənəffüs aktı varsa, o zaman tənəffüs hərəkətlərinin sayı n bölmə 2-dir. N bölmə 2-dir. Bir tənəffüs hərəkətində xaric edilən karbon qazının miqdarı isə, demək, 20 kub santimetr və yaxud da 20 millilitrdir. O zaman belə yazsaq, n bölmə 2 vurma 20. Nə alarıq? Demək, elə buradan alarıq ki, n vurma 10. Yəni, C bəndi uyğun cavab olacaq. 23-cü sual. Xromosom yığımı diploid olar. Tetraploid bitkinin toxum qabığı. Tetraploid bitkinin toxum qabığı elə tetraploid olacaq. Yəni, bu doğru deyil. Birinci yanlış. Sonra, tetraploid bitkinin dişi qameti. Bəli, ola bilər. Çünki tetraploid bitki, dölden bitki, dişi qamet meyoz yolla əmələ gəlir və xromosom yığımı 2 dəfə azalır. 2 olacaq, uyğundur. 3-də diploid bitkinin zigotu. Bəli, uyğundur. 4-də tetraploid bitkinin mərkəzi hüceyrəsi. Tetraploid bitkinin mərkəzi hüceyrəsi elə, demək, tetraploid olacaq. Ona görə 4-cü uyğun deyil. 5-də diploid bitkinin endosperm hüceyrəsi. Diploid bitkinin endosperm hüceyrəsi triploid olur. Ona görə də bu da uyğun deyil. Yəni, sadəcə 2 və 3 uyğundur. Bu da A bəndində verilmişdir. 24-cü suala baxaq. Alligator, Qafqaz xatsızası, çil salamandıra, göyərçin verilmişdir. Verilmiş canlıların ürəklərində olan qan növlərinin sayı arasındakı münasibət necədir? Baxaq. Demək, alligator. Alligatorun ürəyində tamara kəsmə vardır. Demək, onun ürəyində 2 növ qan vardır. Arterial qan və venoz qan. Çünki qan qarışmır, qarışıq qan yoxdur. Qafqaz xatsızası və çil salamandıra. Bunlar hər ikisi suda qurda yaşayanlara aiddir və suda qurda yaşayanların ürəyinin mədəcik hissəsində qan qarışır. Onların ürəyində bu səbəbdən 3 növ qan olur. Arterial, venoz və qarışıq qan. Göyərçin ürəyində isə demək olan qan yenə də 2 növdür. Arterial və venoz qan. O zaman buradan belə çıxır ki, demək, Q və S bunlar bir-birlərinə bərabərdir. Böyükdürlər A bərabərdir C-dən. Bu da hansı cavabdadır? Bu da demək verilmişdir E bəndində. Demək 24-cü testdə cavab E bəndi olacaq. 25-ci testdə baxaq. 25-də nə deyir? 25-də deyir ki, başlanğıc bakteriya sayı, yəni N0-ın qiyməti 4-ə bərabərdir. Maksimum sürətlə bölünmüşdür. Yəni 20 dəqiqədən biri bölünərək sayıları 64 dəfə artmışdır. 64 dəfə artıbsa 4-ü vururuq 64-də. Bu da eləyir bakteriyaların sayı 256 olmuşdur demək. Bu zaman əmələ gələn nəsil sayı. Nəsil sayı kiçik n necə tapılır? Baxaq. NT-nin düsturundan tapaq. NT bərabərdir. N0 vurulsun 2 üstü n düsturunda tapa bilərik. NT neçədir? 256-dır. N0 4-dür və demək buradan da 2 üstü n-i biz tapsaq 2 üstü n olacaq 64. 2 üstü n olacaq. 2 üstü n olacaq 64. Bu da görünür ki 2 üstü 6 deməkdir. 2 üstü, yəni 64 2 üstü 6-da. Yəni buradan çıxır ki n-in qiyməti 6-ya bərabərdir. Yəni biz buradan nəsillərin sayını tapdıq. Davam eləyək. Bölünməyə məruz qalan bakteriya sayı.
NT çıxılsın N0 deməli düsturu ilə tapılır. NT-nin qiyməti 256 idi. N0 isə 4-ə bərabərdir. Yəni buradan da alırıq 252. Və deyir ki, 3-cü bölünməyə məruz qalan fərdlərin sayı. Baxaq, başlanğıc bakteriya sayı 4-dür. Hər dəfə 2 yerə bölünür. 8, 16 və 32 fərd əmələ gələcək. Demək, bu 3-cü bölünmədir. 3-cü bölünməyə neçə fərd məruz qalıb? 3-cü bölünməyə məruz qalan fərdlərin sayı 16-ya bərabərdir. O zaman demək, necə oldu? Nəsil sayı 6, bölünməyə məruz qalan fərdlərin sayı 6 və 3-cü bölünməyə məruz qalan fərdlərin sayı isə 16. Bu da A bəndində verilmişdir. 26-cı sual. Ontogenezi zamanı qidalanma tipini dəyişən göbələk. Ontogenezi zamanı qidalanma tipini dəyişən göbələk qov göbələyi demişdik. Qov göbələyi parazitdir, bəli, doğrudur. Bir hüceyrəlidir, xeyr, yanlışdır, götürmürük bunu. 3-də deyir ki, lövhəciklidir, xeyr, götürmürük. Borucuqludur, bəli. Tumurcuqlanma yolu ilə çoxalır, xeyr. Yəni 1 və 4 cavabları uyğun cavablardır. 25-ə baxaq. Deyir ki, yanlış cavabı tapın. Şibələrin əmələ gəlməsinə iştirak edən canlının. Şibələrin əmələ gəlməsində göbələklər iştirak edir. Demək, göy yaşıl yosun və yaxud da ki, yosun avtotrof rolu oynayır. Yəni, onlardan hər hansı ikisindən biri iştirak edə bilər. Xromatofor ola bilər. Bəli, əgər avtotrof canlı yosundursa, xromatofor olacaq. Hüceyrəsində xlorofil olmaya bilər. Bəli, xlorofilin itirə bilər. Olmaya bilər. Hüceyrəsində xarici qılaflı glikokaliks ola bilər. Xeyr, ola bilməz, çünki glikokaliks heyvanlardadır. Şibiyənin əmələ gəlməsində heyvanlar iştirak etmirlər. Ona görə elə yanlış cavab budur. Digərlərinə də baxaq. Hüceyrəsi prokariot ola bilər. Bəli, məsələn, orada göy yaşıl yosun hüceyrəsi prokariotdur. Toxuması olmaya bilər. Bəli, onlarda demək ki, orqanizm tallumdur. Yəni, ixtisaslaşma yoxdur. Uyğundur bu da. Yəni, sadəcə C bəndi uyğunsuz cavabdır. 28-ci suala baxaq. Görək 28-də nə deyir? Cədvəldə müasir qurdların bəzi nümayəndələrinə aid xüsusiyyətlər verilmişdir. Buna əsasən hansı mülahizə düzgündür? Baxaq. Deyir ki, X-da bədən boşluğu var, qan damar sistemi var, anal dəlik var və həlqəvi əzələlər var. Deməli, X qurdu həlqəvi qurdulardan olar. Sonra Y-də deyir ki, bədən boşluğu var, qan damar sistemi yoxdur, anal dəlik var, həlqəvi əzələlər də yoxdur. Demək, bu saf qurdular tipindən olar. Z isə sadəcə həlqəvi əzələlər var, bədən boşluğu, qan damar sistemi, anal dəlik yoxdur. Bu da yastı qurdular tipindən olar. İndi bizə düzgün cavab lazımdır. Düzgün istəyir bizdən. Y ayrı cinsli canlı ola bilməz. Saf qurdularda ayrı cinsiyyətlik var. Ola bilər. X ifrazat sisteminə malik canlı ola bilməz. X həlqəvi demək qurdularda ifrazat sistemi var. Bu da yanlışdır. C'də deyir ki, Z canlısı şualı simmetriyə malikdir. Qurdularda biz iki tərəfli simmetriya demişik. Yəni şualı simmetriya deməmişik. Ona görə bu da yanlışdır. Y-də deyir ki, X hermafrodit canlı ola bilər. Həlqəvi qurdularda hermafrodizm var. Bəli, doğrudur. E-də deyir ki, Y canlısının həzm sistemi olmur. Xeyr, saf qurdularda həzm sistemi var. Bu da yanlışdır. Baxaq. 29-a Fagostiola və ilk çoxhüceyrəli canlıdır. Fagostiola deməli çoxhüceyrəliliyin yaranması haqqında nəzəriyyədə bu barədə məlumat verilmişdir. Deməli Fagostiola necə əmələ gəlmişdir? Bir hüceyrəlilər bir yerə yığılmışdı və onlar arasında vəzifə bölgüsü getmişdi hüceyrələr arasında. Oradakı hüceyrələrin bəzi qismi digər hüceyrələri fagositoz etmə qabiliyyətinə malikdir. Yəni bu nəzəri bir məlumatdır. Yəni canlıların çoxhüceyrəliliyin necə yaranması haqqında bir təsəvvürdür bu da. Yəni ona görə burada ilk çoxhüceyrəli canlıdır cavabı uyğun cavabdır. 30-a baxaq. 30-da nə deyir bizə? Cədvələ əsasən X, Y və Z bitkilərinin zoğlarının verilmiş hissəsindəki buğumların minimum sayının cəmini tapın. Minimum sayının cəmi. X-dan yarpaq növbəli düzülüşdür. Yəni hər buğuma bir yarpaq birləşir. 8 yarpaq var. Deməli 8 dənə də buğum var. Y-də yarpaq topalı düzülüşə malikdir. 6 dənə yarpaq var. Minimum buğum olması üçün bir buğuma birləşən yarpaqların sayı çox olmalıdır. Topalı düzülüşdə 3 və daha çox yarpaq birləşə bilər. Elə mən minimum buğum sayı almaq üçün 6 dənə yarpağı götürürəm bir buğuma birləşmiş kimi. O zaman Y-in qiyməti 1-ə bərabərdir. Z isə qarşı-qarşıya düzülüşdür. Bir buğuma 2 yarpaq birləşir. 12 yarpaq varsa deməli buğumların sayı 6-dır. O zaman burada buğumların toplam
cəmi 15-ə bərabər olacaq. Bu da B bəndində verilmişdir. Erkək qıcının sporu mitoz bölünmədən əmələ gəlir? Xeyr, meyozdan əmələ gəlir. Çox hüceyrəlidir? Xeyr, bir hüceyrəlidir. Cinsi nəslə başlanğıc verir? Bəli. Protala başlanğıc verir. Protal cinsi nəsildir. Cinsi çoxalmadan əmələ gəlir? Xeyr, qeyri-cinsi çoxalmadan əmələ gəlir. Diploid xromosom dəstinə malikdir? Xeyr, meyoz yolla əmələ gəlir və haploid xromosom dəstinə malikdir. Bu qədər. 32-ci suala baxın. Verilən canlıların neçəsində döş sümüyü gövdə skeletinə aiddir? Aha. Baxaq burada hansı canlılardan söhbət gedəcək. Söhbət burada göyərçin və timsahdan gedəcək. Digərlərində balıqlarda və ilanlarda döş sümüyü olmur. Qurbağada isə döş sümüyü yuxarı ətrafın, ön ətrafın qurşaq hissəsinə aiddir. Bu da uyğun cavab deyil. Ona görə burada iki cavab uyğundur. Bu da B bəndində verilmişdir. Sonra 33-cü suala baxaq. Cədvələ əsasən x plus y ifadəsinin qiymətini tapın. Əqrəblərdə bir fərdində olan traxeya sayı. Əqrəblərin bir fərdində traxeya sayı 4 cütdür və ya başqa üslə 8 ədəddir. Hörümçəklərdə isə 2 ədəddir, yəni 1 cütdür. 8 plus 2, yəni 10 edir. Bu da C bəndində verilmişdir. 34-dən verilmiş qida zəncirində aslanın bədənindən qurulmasına en kilojoule enerji sərf olunmuşdur. Bitki üzərinə düşən günəş enerjisinin minimum miqdarı hansı ifadə ilə müəyyən olunur? Bitki üzərinə düşən günəş enerjisi minimum olması üçün, yəni günəş enerjisinin 1%-dən bitki fotosintezdə istifadə edir. Deməli, bitkinin özündə olan enerji minimum olmalıdır. Bitkinin özündə olan enerji minimum olması üçün bitki enerjini maksimum miqdarda ötürməlidir. Əgər enerji 5-20% ötürülürsə, biz deyirik ki, enerjini bu zaman bitki 20% ötürsün. Və indi yazaq. Əgər aslanın bədəninin qurulmasına en kilojoule enerji sərf olunursa və bu enerji 20%-dirsə, görək 100% nə qədərdir enerji? 100% 5N-dir. Demək 5N. Ceyranın orqanizmində deməli bu enerji 5N-dir. İndi ceyran orqanizminin qurulmasına 5N sərf olunubsa, 5N-i bu dəfə yenə 20% kimi götürürüm. O zaman 100%, yəni ağac bitkisində olan enerji 25N-dir. 25N ağacda olanda. Bu ağacda olan enerjinin sadəcə 1%-dir. 1% 25N-dir. Onda bəs günəş enerjisi nə qədərdir? Günəş enerjisi 100% olur. O zaman da buradan tapırıq ki, demək, x-dən işarə eləsək, x 2500n olacaq. 2500n. 2500n də A bəndində verilmişdir. 35-ə baxaq. Toxumlu qıcların yox olduğu geoloji dövrdə toxumlu qıclar Triasda yox olmuşdur. Arxopteryx meydana çıxdı Yurada, yanlışdır. Əsl quşlar formalaşdı. Əsl quşlar təbaşirdə formalaşdı. Əzələlər diafraqma yarandı. Bəli, Triasda iç məməlilər yarandı. İç məməlilərdə əzələlər diafraqma yarandı. Bu uyğun cavabdır. D-yə baxaq, plasenta formalaşdı. Plasenta ali məməlilərdə formalaşdı. Onlar isə təbaşirdə meydana çıxmışlar. Bu da uyğunsuzdur. Dişlərin ixtisaslaşması bu da perində baş vermişdir. Uyğun cavab deyil. 36-ya baxaq. Şəkildə təsvir olunan təbii seçmənin hansı forması haqqında hansı fikir yanlışdır? Yanlış fikir soruşur demək bizdən. Hərəkətverici seçmə burada təsvir olunub. Baxaq deyir ki, Darwin seçməsi adlanır. Doğrudur. Homozigotların xeyrinə olan seçmədir. Xeyr, bu heterozigotların xeyrinə olan seçmədir. Homozigotların xeyrinə olan seçmə disruptiv seçmədir. Burada isə hərəkətverici seçmədir. Ona görə bu ifadə yanlışdır. Ətraf mühitə uyğunlaşmanı təmin edir. Doğrudur. Populyasiyada kənara çıxmalar müşahidə olunur. Doğrudur. Yeni növlərin əmələ gəlməsinin səbəbi olur. Bu da doğrudur. Erkəklər eyni cinsi xromosoma malik. Eyni cinsi xromosom, məsələn, XX xromosom şəklində yazsaq bunu, qamet əmələ gətirən heyvanın bağırsaq hüceyrəsində olan autosom xromosom sayı N-dir. Bağırsaq hüceyrəsində olan autosom xromosom sayı N-dir. O zaman bunun autosom N-dirsə, 2 dənə də burada bağırsaq hüceyrəsində demək cinsi hüceyrə olacaq. Cinsi xromosom olacaq. Çünki bağırsaq hüceyrəsi somatik hüceyrədir. Somatik hüceyrələrdə diploid xromosom yığımına malikdir və diploid xromosom yığımında biz 2 dənə cinsiyyət hüceyrəsi yazacağıq. Bu canlının dişi fərdinin bədən hüceyrəsində xromosom müxtəlifliyi neçə olur? Bədən hüceyrəsi somatik hüceyrə, yenə diploid xromosom yığımıdır. O zaman belə yazarıq onun bədən hüceyrəsini. N plus XY şəklində. N autosom xromosom sayıdır, 2 dənə də cinsiyyət xromosom var. Çünki dişilər də heterogamitdir. Heterogamit olduğuna görə XY şəklində bunu yazıram.
Bu zaman xromosom müxtəlifliyin soruşur məndən. Aha, autosom xromosom sayını 2-yə bölərəm və buradan da üzərinə 2 gələrəm. Niyə görə 2 gəldim? Çünki X və Y ayrı-ayrı deməli xromosomlardır. Yəni homoloji xromosomlar deyillər. Ona görə onları ayrı-ayrı müxtəliflik kimi götürürəm. O zaman M bölmə 2 üstəgəl 2. Bu da A bəndində verilmişdir. 38-ci suala baxaq. Şəkildə X, Y və Z ilə müvafiq olaraq kökün hansı növləri göstərilmişdir? X hansı kökdür? Əlavə kökdür, gövdədən inkişaf edib. Y demək yan kökdür, digər köklərin üzərində çıxıb. Z isə əsas kökdür. O zaman ardıcılığa baxsaq, demək əlavə, yan və əsas C bəndində verilmişdir. Şəkildə ürəyinin quruluşu verilən sinfin nümayəndələri üçün hansı mülahizəni söyləmək olar? Burada sol mərdəcikdən sağ altı göstər çıxır. Yəni burada quşlar haqqında məlumat verilib. Deyir ki, büzdüm fəqərələri hərəkətsizdir. Quşlarda büzdüm fəqərələri, ümumiyyətlə quşlarda büzdüm sümüyü var. O da quyruğun sonuncu fəqərələrinin birləşməsindən yaranmışdır. Yəni burada ifadədə yanlışlıq var, götürmürük. İlk dəfə xarici qulaq bu sinfin nümayəndələrindən biri gəlib. İlk dəfə xarici qulaq yaranıb, demək triasda ilk məməlilərdə. Yəni ilk məməlilər də yaranıb, quşlar daha sonra yaranıb, ona görə bunu götürmürük. Z'də deyir ki, tükörtüyü sıxdır, quşlarda tükörtüyü olmur, onlarda lələ körtüyü olur, əzələli diafraqmaya malikdir, yanlışdır. Arteriyalarına 2 növ qan daşınır, bəli, həm venos, həm də arterial qan, doğrudur. 40-a baxaq. Diploid hüceyrəsində 4 xromosomu olan bir canlıya aid mərhələlərdən hansı mitoz bölünmə zamanı baş verməz? Aha. Burada elə A bəndinə baxaq. A bəndində görürük ki, iki xromatidli xromosomlar qütblərə çəkilir. Bu meyoz bölünmədə baş verir. Meyoz 1-də. Mitoz bölünmədə bu proses baş vermir. Ona görə A bəndi burada yanlış olan cavabdır. Yəni baş verməz deyilsə A-nı götürəcəyik. A. Burada da 9-cu variantın, 9-cu sınağın sualları yekunlaşdı. Ümid edirəm ki, izahlar hər biriniz üçün aydın olar. İnşallah videonu baxarkən bəyənərsiniz. Bəyənsəniz video bəyənmə tuşuna basmağı, kanala abunə olmağı unutmayın. Diqqətinizə görə hər birinizə təşəkkür edirəm. Çox sağ olun.